Növbəti bir mənzildə hamınızı salamlayıram dəyərli izləyicilərimiz. Nərimanov metrosunun yaxınlığında belə gözəl, təmirli, 4 otaqlı, əşyalı bir mənzil satışa çıxmışdır. Mənzil 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 164 kvadrat ümumi sahəyə malik bu mənzilin təmir zamanı pahalı və keyfiyyətli inşaat materiallarından istifadə olunub. Hal-hazırda biz mənzilin geniş bir qonaq otağındayıq. Baxın, bu şəkildədir. Çox gözəl, müasir, dəbə zövqə uyğun şəkildə təmir olunmuş bir mənzildir. Mənzillə yaxından sizi tanış edəcəm. İlk öncə keçək mənzilin proyektindən, giriş hissəsindən başlayaq. Burada mənzilin giriş qapısı yerləşir. Baxın, bu şəkildədir giriş qapımız. Ev 7/24 mühafizə kameraları əsasında mühafizə olunur. Girişdə solda açarlıq hissə, burada tam boy yığılmış, oturub ayaqqabı geyinmə hissəsi yerləşir. Girişdə sağ hissədə açarlıq hissə, qardırob hissəsi yerləşir. Bu hissədə aksesuarlıq hissələrdən istifadə olunub. Süni mərmərdən istifadə olunaraq düzəlmiş bir giriş, aksesuar hissələri mövcuddur. Bütün otaqların girişi bu hissədəndir. Mən bütün olaraq proyekt olaraq sizə ilk öncə deyim. Birinci yataq otağımız, daxilində sanitar qovşağı, ikinci yataq otağımız, daxilində sanitar qovşağı yerləşir. Burada mənzilin qonaq otağı, burada mənzilimizin mətbəx hissəsi, burada isə uşaq yataq otağı, bu hissədə mənzilin camaşırxana otağı yerləşir. Burada ilk öncə mən sizə mənzilin qonaq otağını göstərdim. Baxın, belə bir gözəl qonaq otağımız var dəyərli izləyicilərimiz. Geniş düzbucaqlı formadadır. Lazım olan əşyalarla tam şəkildə təchiz olunmuşdur. Baxın, bir daha sizlərə göstərirəm. Vaxt itirmədən keçək mənzilin digər hissələrinə yaxından tanış olaq. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Dəyərli YouTube kanalımızın izləyiciləri, baxın, belə bir gözəl mətbəx hissə var. Qranit mərmər hissələr istipola təchiz olunub. Mənzil üçün lazım olan bütün lazım olan elektrik və yumşaq mebel dəstləri tam şəkildə yerləşdirilib. Baxın, mətbəxin gözəlliyini görürsünüz. Taşma firmasına məxsus keyfiyyətli elektrik və Bosch firmasına məxsus elektrik tavar hissələri yerləşdirilib. Bütün otaqlarda soyutma sistemi var. Dizayn əsasında təmir olunmuş bir gözəl mənzildir. Mətbəxdən eyvana çıxış hissə mövcuddur. Burada aksesuar hissələr, qardırob hissələri yerləşdirilib. Keçək digər hissələrlə tanış olaq. Burada mənzilin uşaq yataq otağı, yəni kiçik olan yataq otağı yerləşir dəyərli izləyicilərimiz. Bu şəkildədir. Döşəmədə parketdən istifadə olunub. Hər otaq üçün lazım olan bütün mebel dəstələri yerləşdirilib. Üst geyimizi götürüb, gəlib mənzilə köçüb rahatlıqla yaşaya biləcəyiniz bir mənzildir dəyərli izləyicilərimiz. Burada camaşırxana otağı yerləşir. Paltar yuma, paltar qurutma maşınları da tam olaraq yerləşdirilib. Bu şəkildə dəhliz vasitəsilə mənzilin digər otaqlarına daxil olacaq. Burada mənzilin sanitar qovşağı olan hamam tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Lazım olan aksesuarların ən keyfiyyətlisindən istifadə olunaraq qurulmuşdur. Burada mənzilin iki əsas yataq otağı yerləşir. Bura birinci yataq otağıdır. Əsas yataq otağı və daxilində sanitar qovşağı yerləşir. Tam vitrin pəncərə ilə əhatə olunub. Nərimanov metrosu istiqamətinə baxır. Yataq otağının daxilində sanitar qovşağı yerləşir. Baxın. Xırda detallara girməyəcəm. Mənzili özünüz görürsünüz təmirin. Keçək digər yataq otağına. Burada 4-cü otaq olan 3-cü yataq otağı yerləşir. Mənzilimizin bu istiqamətdən də baxışını sizlərə göstərim.
Baxın, bu şəkildədir baxış istiqaməti. Yataq otağı üçün lazım olan bütün hər bir avadanlıq burada da yerləşdirilib. Digər otaqlarda olduğu kimi çılçıraq, soyutma sistemi, make-up masası, kombi bataryası, televizor və TV stenti, yataq dəsti, qardırob hissəsi və aksesuarlıq hissələr və daxilində sanitar qovşağı həmçinin bu şəkildədir. Baxın. İndi isə mənzil haqqında ümumi məlumatları sizlərə qeyd edəcəm. Mənzilimiz Nəriman Nərimanovda, Nərimanov metrosunun yaxınlığında 17 mərtəbəli binanın 10-cu mərtəbəsində 164 kvadrat ümumi sahəyə malik, qanuni 4 otaqlı, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan, tam mühafizə olunan, yeni təmirli bir mənzili çəkib sizlərə təqdim elədim. Mənzilin qiyməti aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər və mənzilə əyni şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.